Bismillah, Esselamu Aleyküm əziz müsəlmanlar. Keçən dərsi 9-cu dərsin mətnini, həmçində yeni bir qaydanı, yəni sifət qaydasını öyrənmiş olduq. Bu günləri isə həmin dərsin çalışmalarını yerləşdirməyə çalışacaq. Başlayaq. Təmərin, çalışmalar, iqra, vaktub, oxu və yaz. Demək, Muhammedun, talibun, qadimun. Muhammed köhnə tələbədir. Əzəlikər raculu müdərrisun cədidun. O kişi yeni müəllimdirmi? Lə, xeyr. Huva tabibun cədidun. Xeyr, o yeni həkimdir. Həzə dərsun səhlun. Bu asan dərsdir. Əbbəsun təcirun şəhirun. Abbas şəhirun məşhur deməkdir. Məşhurun da ərəb sözüdür. Bizim dilimizə keçib eyni ilə şəhirun da yəni məşhur deməkdir. Abbas məşhur tacirdir. Bilalun mühəndisun kəbirun. Bilal böyük mühəndisdir. Əl-İngiliziyyətu lüğatun sə'bətun. İngiliscə və yaxud da ingilis dili lüğatun dildir. Necə dildir? Sə'bətun. Çətindir. Çətin dildir. Sə'bətun. Əəntə raculun ğaniyyun. Sən varlı kişisən. Lə ənə raculun fəqirun. Xeyr, mən kasıb kişiyəm. Əl-Qahiratu mədinətun kəbirətun. Qahirə böyük şəhərdir. Qahirə bildiyimiz kimi Misirin paytaxtıdır. Əəntə müdərrisun qadimun. Sən köhnə müəllimsənmi? Lə, xeyr. Ənə müdərrisun cədidun. Mən yeni müəlliməm. Əhamidun talibun kəslənu. Həmid tənbəl tələbədir. Lə, xeyr. Huva talibun müctəhidun. Xeyr, o çalışqan tələbədir. Növbəti səhviyyə keçək. İkinci çalışmamızda deyir ki, Da' fil fəraği fil cüməlil ətiyəti nə'tən münasibən. Deyir ki, boş yerlərə gələn cümlələrdə münasib nə't. Nə't sifət deməkdir. Həm sıfətun ərəb sözüdür, həmçində nə't sifət deməkdir. Eyni sinonim sözlərdir. Deyir ki, boş yerlərə münasib sifətləri qoy. Məsələn, Xadicətu talibətun. Bura müəyyən bir sifət qoymalıyıq, hər hansı bir. Məsələn, muctəhidətun. Muctəhidətun. Xədicə çalışqan tələbədir. Xalidun təcirun. Qoya bilərik, məsələn, ğaniyyun. Deməli, Xalid varlı tacirdir. Əl-Ərəbiyyətu lüğətun. Qoya bilərik, səhlətun. Ərəb dili, ərəbcə asan dildir. Əl-Usfuru tairun. Qoya bilərik, sağirun. Məsələn, demək, sərçə balaca quşdur. Ət-tuffəhu fəkihətun ləzizətun. Ləzizətun. Demək, alma dadlı meyvədir. Ənə müdərrisun cədidun olsun məsələn. Mən yeni müəlliməm. Muhammedun tabibun. Qoya bilərik, məsələn, şəhirun. Muhammed məşhur həkimdir. Əl-İngiliziyyətu lüğatun. Məsələn, səhlətun deyək. Səhlətun. İngiliscə asan dildir.
Əəntə talibun kəslənu sual. Sən tənbəl tələbəsən. Əl-Qahiratu mədinətun və bilərik kəbiratun. Qahirə böyük şəhərdir. Bəli. Üçüncü tapşırığı da eləyək və dərsimizi yekunlaşdıraq. Demək, burada da deyir ki, da' fil məkəni əl-xali fil cüməllətiyə mən'utən münasibən. Deməli, gələn cümlələrdə boş yerlərə münasib mən'ut, yəni sifətlənmiş sözü qoymalıyıq. Burada da sifət var, sifətlənən sözü, yəni keyfiyyəti bildirilən sözün özü yoxdur. Ona görə bura münasib sözlər qoyacaq. Əl-Arabiyyətu səhlətun verib. Burada olacaqdır lüğətun. Əl-Arabiyyətu lüğətun səhlətun. Ərəbcə asan dildir. Ənə qadimun. Bura qoya bilərik, məsələn, talibun, məsələn. Talibun. Ənə talibun qadimun. Mən köhnə tələbəyəm. Əmmərun və qaniyyun. Qoyaq bura, məsələn, təcirun. Təcirun. Əmmərun, təcirun, qaniyyun. Ammar varlı tacirdir. Ticarətçidir. Hədə məqsurun. Məsələn, qoya bilərik. Hədə kursiyyun məqsurun. Bu sınıq stuldur. Sınıq kürsüdür. Faysalun kəslənu. Bura qoya bilərik, məsələn, tələbə qoya bilərik və yaxud da həkim qoya bilərik, hər hansı mühəndis olsun. Mühəndisun kəslənu. Faysal tənbəl mühəndisdir. Bəli, bununla da dərsimizi yekunlaşdıraq. Gələn dərsi inşallah Allahın izni ilə 4-cü çalışmadan davam edərik. Allah sanlaşırsın. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.